Sumqayıta gedənlərə şad xəbər. 11 noyabr tarixində və bir xəbər diqqətinizə çatdıraraq, belə ki, sabahdan etibarən Bakı-Sumqayıt və əks istiqamətdə hərəkət edən yeni avtobus marşrutu fəaliyyətə başlayacaq. Gündəm xəbər Müsavat.com-a istinadən xəbər verir ki, sərnişin daşımalarını həyata keçirmək üçün marşrut xəttinə 18 metrlik ekoloji təmiz, iri tutumlu və 20 yeni avtobus buraxılacaq ki, yeni marşrut sərnişin sıxlığını azaltmaq və nəqliyyat rahatlığını artırmaq məqsədi daşıyır və avtobusların hərəkət intervalı isə 7-8 dəqiqə olacaq. Aynanın mətbuat xidməti Tural Orucəliyevin sözlərinə görə marşrutun başlanğıc nöqtəsi Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsində Heydər Əliyev parkının yanında yerləşəcək və avtobuslar Nəriman Nərimanov prospekti, Sülh küçəsi və Ceyranbatan qəsəbəsi istiqamətindən keçərək Bakı şəhərindəki 20 yanvar metro stansiyasına qədər hərəkət edəcək. Seyid Cəfər Pişəvəri küçəsində isə son dayanacaq məntəqəsi təyin olunub. Yeni marşrut üzrə avtobuslar hər gün səhər saat 05:45-dən axşam 23:00-a qədər fəaliyyət göstərəcək və gediş haqqı 80 qəpik məbləğində müəyyənləşdirilir və ödəniş yalnız nəğdsiz qaydada həyata keçiriləcək.